Xəbər verdiyimiz kimi müğənni Pünhan Piriyev ötən həftə Mələk adlı xanımla nişanlanıb. Sənətçinin nişan görüntülərinin sosial mediada yayılmasından sonra ailələr arasında anlaşılmazlıq yarandığı və cütlüyün ayrıldığı iddia edilib. Pünhan Piriyev azxəbər.com-a verdiyi açıqlamasında iddiaların yalan olduğunu deyib. Ümumiyyətlə, mən şəxsi həyatım haqqında danışmağı sevmirəm. Ona görə də bu xəbəri gizli saxlamışdım. Kim bunu sosial şəbəkədə yayıbsa, Allah ona lənət eləsin. Müğənninin nişanlısı ilə ayrılması xəbərini də təkzib edib. Nə üçün kiminsə ailə həyatı maraqlı olmalıdır? Yalan xəbər yayanlar bundan nə qazanırlar? Belə bir şey yoxdur. Hər şey qaydasındadır. İnşallah toyum olanda onu deyən bədxahlar pahalılıqdan yanıb töküləcəklər. Türkiyəli aktrisa Pelin Karahan ilə həyat yoldaşı, iş adamı Bedri Güntay boşanıb. 12 ildir ailəli olan cütlük bugün rəsmi şəkildə nikahlarını sonlandırıb. Qeyd edək ki, Pelin və Bedri 2014-cü ildə ailə qurub, cütlüyün 2 oğlu var.